Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bugünkü seçtiğim konu genel olarak şu anki İslami toplumda olan tartışmaların qaynağına bir giriş yapmaktı. Bu nereden başlanır ve şu anki bu tartışmalar nereden başlayıptı? Genel klasik dini şeyleri, yazılara bakak ya dini anladan insanların düşüncelerine bakanda yani çoklu Resulullah'ın vefatından sonra başlayırlar. Resulullah'ın vefatından sonra Səqifə Bəni Saidədə Həzrəti Əli Şiilər söyləyir ki, Resulullah'ın halifəsiydi, amma Həzrəti Əbu Bəkr seçildi və bunun üstündə manovr verirlər. Ondan sonra Əhl-i Sünnətlər normal olarak Həzrəti Əbu Bəkr, Həzrəti Ömər, Həzrəti Osman, ondan sonra Həzrəti Əli, ondan sonra da ki Maviyyəyə giriş yapırlar. Maviyyəni zaten heç türlü Şiilər kabul etmirlər və gedirlər. Amma birinci İslam qaynaqlarına baxarkən bu ihtilaflar yəni Peyğəmbərin zamanında da bir kökləri var idi. Peyğəmbərin zamanında olan köklər Qureyşin şeyinə baxarkən bir Bəni Ümeyyə, Bəni Haşim tartışması var. Yəni bu bir Qureyşin arasında Bəni Ümeyyə ilə Bəni Haşimin bir böyük riqabəti var. Biz bunu beynimizdə alacağıq, bir parametr. Ənsarın içində, yəni mühacirlərdə, Qureyşin içində Bəni Ümeyyə ilə Bəni Haşim, Ənsarın içində Avsla Xəzrəcinki var. Avsla Xəzrəc, Bəni Haşim, Bəni Ümeyyə kabilə olarak şu an biz beynimizdə alırıq. Ama o zamanın toplumunun en önemli, yani böyle söyleyeyim ki şu an mesela Türkiye'nin toplumunda böyle düşünün, yani Kürt, Türk öyle bir hala gelmiş durumda. Bu tartışmada Resulullah olduğu zaman bu çok sakin durumdaydı. Resulullah vefat edenden sonra muhacirler Medine'ye sığınmış bir durumdadılar. Yani muhacirler, Mekke'den gelen insanlar Medine'ye sığınmış ama sonradan Mekke'ye dönmeyen bir toplumları vardı. Bir kısmı döndüler Mekke'ye ama bir kısmı dönmediler Mekke'ye. Mekke'de kaldılar. Resulullah kendi söyledi ki, söylediler Hazreti Məhəmmədə ki, siz Mekke'de yaşamak istersiniz. Döndü dedi, hiç peygamber kavulduğu yere geri dönmez. Geri dönmedi ve orada yaşamadı. Medine'de yaşadı. Medine'nin de zaten ismi Medinetun Nebi olarak, yani Resulullah'ın şehri anlanır. Hatta Medine'de bir kısım yerlerde anlanır. Yani din olan yer. Ama normal olarak Medinetun Nebi çok tanınır. Peygamber burada kalandan sonra, peygamber vefat edenden sonra bir olaylar olur. Resulullah'a o zamanki guslu verirler. Ensar toplanır. Yani Ensar bir yerde toplanır. Avsla Xəzrəc. Ve bunların çok önemli tartışması bu konudadır ki, biz olmasaydık İslam yok idi. Ve bir konudan da haklıydılar. Çünkü Peygamber Mekke'den kavulandan sonra Ensar elini açtı. Bu konudan istemirdiler. Hilafet, Resulullah'ın halifeliği muhacirlerin eline düşer. Qureyşin eline düşer. Bunun üstünde bir manovr verirler. Ama burada Avsla Xəzrəcin arasında da bir tartışma vardı. O ki müsəlləmdir, Bəni Saidə, Səqifə Bəni Saidədə bunlar toplanıblar. Səqifə Bəni Saidə əşirəsinin orada bir toplantı yeriymiş, orada tartışarmışlar, orada yani sorunların çözmeye devam edermişler. Bu insanlar orada toplanmışmışlar. Peygamber hala gusl almamış. Yani bunu biz Buhari'den de anlayabilirik, Təbəridən de anlayabilirik, İbn-i Kəsirdən de, ila maşallah bütün kitaplardan bunu fark edirik. Peygamber gusl etmemişler, dəfn olunmamışmış. Həzrəti Əli, Həzrəti Əbu Bəkr, Həzrəti Ayşə və Əhl-i Beyti tanıyırıq. Yani orada Həzrəti Ömər, Əbu Ubeydə Cərrahla, yani əlbəttə Həzrəti Ömər gedir, Həzrəti Əbu Bəkr çağırır ki, Ensar bir yerde toplanıblar, hilafet üstünde, Resulullah'ın halife olduğunun üstünde tartışırlar. Hazreti Ebu Bekir'i alır, götürür, gedir onu. Ve burada bir patlama var, siyasi patlama vardı. Yolda bir olaylar olur, bir Resulullah'ın sahabesinden görürler falan, gedirler orada. Orada bir büyük tartışma olur. O büyük tartışmada Ensar'ın içindeki
Aus əşirəsinin içindəki tartışmalara qaynaq, o tartışmaların sonucundan çıxan şey Həzrət Əbubəkirlə beyət olunur. Həzrət Əbubəkirlə nasıl beyət olunur? Həzrət Əbubəkirin söylədiyi söz, yəni orada tartışmalar çox davam edir. Səd ibn İbadə ismində bir böyük səhabə ki, sonuna kadar, ölən günlərə kadar nə Həzrət Əbubəkirlə, nə Həzrət Ömərlə beyət etmədi bu insan. Yəni, heç türlü beyət etmədi, hətta ölümü də bir türlü şübhəlidir. Bir qism insanlar deyirlər, normal öldü, bir türlü insanlar okla öldü. O oku atan insanlar kim idi? Tarixdə yazıbdı, cinlər ok atmışmış. Yəni, böyle bir şeylər var da, saçma gəlir bizə. Ki, yəni Həzrət Ömər ölənə, Həzrət Ömər zamanına kadar Səd ibn İbadə heç zaman biyət etmədi. Səd ibn İbadə amcasının oğlunun rəkibi olduğu üçün Həzrət Əbubəkir də görür ki, patlayır, bir hədis söyləyir. Bu hədis bəlkə siyasi bir hədis olar. Şu ana kadar tartışmalı. Xaricilər hala o hədisi kabul etmirlər. Şiilər bir farklı yöndən kabul edirlər. Həzrət Əbubəkir söyləyir ki, ben duydum Resulullah'dan ki söylədi, halifə gərək və gərək Qureyşdən ola, vəzirlər Ənsardan ola. Bunu söyləyəndən sonra Həzrət Əbubəkirlə beyət olunur. Həzrət Əbubəkir yavaş-yavaş halifə olandan sonra 10-11 insan beyət etmir. Həzrət Əli bir sürə beyət etmir ki, önəmli ihtilafların kökünə bunu bağlayırlar şiələr və şiədən bağlanan qruplar, şiədən bölünən qollar. Həzrət Əli və kaç tane səhabə, Təlhə, Zübeyir, Səlman və birkaç tane insan biyət etmirlər bir süre. Bir süreden sonra biyət elinir. Burada bir abardılmış konular vardı. Şiilərin bir qismi, məsələn, Həzrət Fatimənin qapısına gitməyə Həzrət Əbubəkir göndərməsi tarixdə yazılıbdır. Amma bu ki, qapının arkasında Həzrət Fatimə qalmadı, çocuğu düşdü, düşmədi. Bu Şiiin qaynaqlarında böyle yoktu. Yani Şiiin qaynaqlarında şu an bu yoktu. Amma Həzrət Fatimənin qapısına gitmə var. Bu tarixdə vardı. Gedirlər Həzrət Əlidən getirirlər ki, ya biyət et, ya biz səndən savaş yapacağıq. Həzrət Əliyin də amma buradakı biz tarihi araştırarkən bakarıq, Həzrət Əliyin çoxlu sual ettiği konu, yani dert ettiği bu der ki, ben halifiyem. Önemli konusu budur ki, biz orada değildik. Biz neden orada yok idik? Siz kendiniz gittiniz, bittiniz. Yani çoklu o şeyler. Ama bu ki Resulullah kendinden sonra birin koymuştu ya koymamıştı. Bu tarihi kaynaklara baksas bir tartışmalı, bir çok önemli, yani çok bile tartışmalı bir konu. Yani giriş yaparken eğer bir değerleme, icma yapsak, bu ki Resulullah Həzrət Əliyə meyli var imiş, olabilir. Yani bunu kabul ederiz. Ama bunun üstünde şey yapsak, neden sahabeler Həzrət Əlini kabul etmirdi? Həzrət Əli'nin bir farklı bir konusu var idi. Yani biz bir şeye bakarken uzaktan bakırıq. Həzrət Əli şu an biz düşünerek, mesela o zamanın kafirlerin Əbu Cəhli, ya başka kafirler ki Həzrət Əli öldürübdü, onları biz dev gibi görürük. Ya, ama onlar dev dermişler. Bir de insan normalden inanmırmışlar, kabul etmirmişler. Ve bu insanlar hepsi bir kısım insanların dayıları, babaları, amcaları, dedeleriymiş. Ve biz Həzrət Əli'nin tarihte baksak, bu küffarın çokunu Həzrət Əli öldürüb. Yani Həzrət Əli Quttalul Kafirin tanınır. Bu konudan Həzrət Əli'den bir nifret vardı. Yani İnsan her türlü inanıp da Müslüman olsaydı, dedemi kim öldürüp, dayımı kim öldürüp, Ali ibn Əbi Talib öldürüp. Həzrət Əli'nin, ya Həzrət Əli'ye böyle bir bakış da vardı o zaman. O konudan ama biraz bir kısım, yani toplumu, o Ərəbin o zamanın toplumundaki Həzrət Əli'ye bir karşı kızgınlık da var. Şu an hala bizim konumuz buradan başladı. Gedir şeye, Həzrət Əbubəkirlə sonradan Həzrət Əli beyət edir, devam edir. Səd ibn İbadə sadəcə beyət etmir. Səd ibn İbadə də çox belə önəmli bir rol yapır sonradan. Həzrət Əbubəkir dönemində çox bir siyasi olaylar ki, ihtilafa başlaya olmur. Həzrət Əbubəkirin dolayında bir kısım insanlar irtidad edirlər, bir kısım insanlar zəkat vermirlər. Yani böyle Əshab-ı Rəddə dönüb deyilir. Həzrət Əbubəkir bunlarla müharibə yatır. Həzrət Ömer'e keçirik. Həzrət Ömer zamanında heç zaman bunu anlaşılmır. Böyle tarihte anladılır ki, Ömer ibn Xəttab
Pers İmparatorluğuna da saldırdı, Rum İmparatorluğuna da saldırdı. Ama önemli buradadır ki Pers İmparatorluğu, yani Sasani İmparatorluğu ondan önce bir Hosroperviz döneminde ordu göndermişti. Hosroperviz Resulullah'ın döneminde. Yani ilk saldırı Sasani ordusundan olmuştu. Hosroperviz'i oğlu öldürdüğü için ordu geri dönür. Sonradan da bir ordu gelir. Ondan sonra yani bir müdafiə və sonra müharibə başlayır. Pers Sasani İmparatorluğu tamamen dağılır. Yani fütuhatda. Ve bu nifrət yaranır. Hem Sasani bölgesinde olan insanlarda ve hem Rum olan insanlarda. Yani biz şu an bakabilmərik ki bu bakışla ki yani sevinə-sevinə Müslüman oldular. Çünkü bu da bir yanlış olur. Əməvi döneminde yani açıkça böyük qətliamlar oldu. Bunu heç kimsə iddia edə bilməz. Mesela Hurasanın fatihi Ubeydullah ibn Ziyad Hurasanın fatihiydi. Ubeydullah ibn Ziyad aynı insandı ki Həzrət Hüseyni Kərbəlada öldürür. Həzrət Həsənin çocukların, Həzrət Hüseynin çocukların yani Resulullah'ın ehli beyti tanıdığımız insanlar bunlar. Yani bunlar kalıptı. Sürgün yapır, zinazelerin üstünden at kaçtırır ve sonunda bunları emredir ki köle ve esir olarak Kufe'den yani Kerbela'dan Şam'a kadar götürürler. Yani böyle düşünün, bir insan kendi peygamberin torunuyla böyle yapar. Tabii ki yani bir Hurasanda Mecusi ile nasıl davranırdı, siz bunu normal olarak hayal edebilirsiniz. Bu nifrətdə o insanlarda səbəb olur ki, bir Həzrət Ömərə iyi bakışları heç zaman olmuyor. Yani siz İran'da mesela kültürlerde bakarsınız, Ömer Koşan isminde bir şey vardı. Yani eğlence gibi bir şey vardı. Həzrət Ömer'in öldüğü gün Şiilerin bir kısmı, hepsi yok, eğlence yaparlar. Yani bir köpəki makyaj yaparlar, üstüne yazarlar Ömer. Ondan sonra bunu gezdirerler, çok uzun süreydi. Sonunda da o köpəki yakarlar. Devlet yasakladı ama gizlice yaparlar. Ve hatta şey de vardı, Həzrət Ömer'in öldüğü günü şey yaparlar. Onun ismi nedir? Refsul Gələm isminde de bir kısım Şiiler kabul ederler. Refsul Gələm yani ne? Yani o gün hiçbir günah göçe gitmez. Şiilerin içinde bu tartışmalı bir konudur. Bir kısmı kabul eder, bir kısmı kabul etmez ama yani böyle bir şeyler de vardı. Mesela Ebu Lolo Firuz Nehavendi ismindeki Hazreti Ömer'in katiliydi. Ebu Lolo Firuz Nehavendi Medine'ye yani Yesrib'e köle olarak gelirken bakır Nehavendi'den gelen kölelere dönür der Ömer akil kebedi. Ömer benim ciğerimi yedi. Yani hemşehrilerin görür orada köleler olarak duruplar. Böyle bir sinir şey olur. Sonradan bu insanlar bir büyük olayda Kâb-ül Ehvar ve Ebu Lolo Firuz Nehavendi gibi bir terör olayı olur. Hazreti Ömer öldürülür ondan sonra. Ve biz buna bakarken Ebu Lolo Firuz Nehavendi çok bile sevilir. O insanların toplumunda. Yani şu anda hatta Ebu Lolo Firuz Nehavendi'ye İran'da Baba Firuz isminde bir tane türbe var. Çok yani bağnaz Şiiler giderler oraya. Ama Şii'de söyleyende Şii'de çok bile uzun bir kol. Yani Şii'de aynı farklı bir sistemleri vardı. Yani hepsini söylemeye olmaz. Şimdi bu ihtilaflardan giderek biz Hazreti Ali'den, Hazreti Ebu Bekir, Hazreti Ömer, Hazreti Osman'a kadar en azından bir vehdet vardı İslam arasında. Yani biz Hazreti Ömer'e kadar Müslümanı öldürmesini görmedik. Müslüman savaşı belə görmedik. Hazreti Osman da bu başlayır. Hazreti Osman'da başlayır. Hazreti Osman'da başlanan savaş nereden başlayır? Hazreti Osman'ı doğru şu an genel ehli sünnet vel cemaat kabul etmez. Ama Hazreti Osman o ki tarihten anlayırıq biz. Hazreti Osman çok iyi Kur'an okuyan, çok saygılı, namazına sahip olan ama çok akrabasına düşkün olan bir kardeşleri var. Ve akrabasında kendi Beni Ümeyye'den olduğu için akrabasında Beni Ümeyye'nin de çok dindar tip değiller. Yani Beni Ümeyye'den vali gönderip Kufiye sabah namazını serhoş olarak namaz kılır.
2 rükət, 2 rükəti 3 rükət qılır. İmam kalkır dönür deyir ki, yəni müminlər, müsəlmanların biri deyir ki, ya şeyh, imamım ya 3 rükət qıldım. Dönür deyir, bu günləri sabah çox iyiyəm, çox iyi içmişəm. İstərsiz 4 rükət qılım. Yəni bir rükətdə artım. Və bunları görürlər insanlar. Yəni bu şeyləri görərkən Mısırla İraq halkı da bir rəqabətdə vardı. Hep tarix boyunca Mısır və İraq halkı isyancı olublar. Bunlar böyle kalkırlar, gəlirlər. Bir böyük olay olur. Hala çok onun detayına getmirəm. Çünki istəyirəm bağlayam şu anki durumu halimizə. Orada Həzrəti Osman ölür. Həzrəti Osmanın qatili kimdir? Tarix boyunca sual. Yəni bir qism insanlar dönüb deyərlər ki, Muhammed ibn Əbu Bəkr, Həzrəti Əbu Bəkrin oğlu öldürdü. Bir qism insanlar dönüb deyərlər ki, Mərvan ibn Həkəm öldürdü. Çünki tarixdə bakarkən, yəni İbn Kəsirdən, İbn Əsirdən ya təfsirlər, hadis kitabları farklı şeylər görürük. Məsələn, Muhammed ibn Əbu Bəkr bu vardı tarixdəki. Əlini atır Həzrəti Osmanın saqqalına çəkir. Dönür deyir ki, oku anına dayır. Dönür deyir ki, gör ümmətinə konuya gətirdin. Həzrəti Osman dönür deyir ki, ey Əbu Bəkrin oğlu, əli çək mənim saqqalımdan. Ki, babam mənə belə davranmazdı. Və buna qaynaq dönüb deyirlər ki, Həzrəti Məhəmməd ibn Əbu Bəkr, Həzrəti Əbu Bəkrin oğlu bəlkə öldürüb. Amma ən sonunda bir durumda dönüb deyirlər ki, Mərvan ibn Həkəm, kəndi Bəni Üməyyədən olaraq, damın çatın başına çıxır, dönür deyir ki, Osman öldürdülər və böyləsinə. Osman öləndən sonra insanlar Əli ilə beyət edirlər. Həzrəti Əli ilə beyətə bakaraq, yəni Mısırlılarla İraqlılar Həzrəti Əliyə yürüyərək beyət edirlər. Həzrəti Əlidə bir beyət sevgisi yoxdur, yəni sanki kabul etmir. Bu da bu insanlar ki, dönüb deyirlər, ya bir kısım insanlar hep bunu iftirana atardılar ki, Həzrəti Əli şey yapardı, məsələn, halifəlik hastalığı var idi, istəyirdi halifə ola, burasını yəni suala çəkir. Hətta bu Həzrəti Əbu Bəkirdə də vardı. Həzrəti Əbu Bəkir ölənə kadar hep dönüb deyərdi, halifəliyi bəndən götürün, mən istəmirəm. Və bir səbəbi də ki, hətta Həzrəti Əbu Bəkirin halifəliyi siyasi olaraq İslamdakı o zamanı susturdu. Həzrəti Əbu Bəkirin əşirəsi Qureyş əşirələrin ən küçükü və ən pasifi idi. Yəni rəqib olan, tanınan bir əşirə deyirdi. Bəni Ümeyyə, Bəni Haşim gibi. Hətta Əbu Sufyan, Həzrəti Əliyə, Əbu Bəkir halifə olandan sonra gəlir söyləyir ki, nədən kadın gibi evdə oturubsan? Hilafət böyle bir laf söylüyor. Tam olarak belki hatırımda olmuyor. Hilafət Qureyşin en küçük əşirəsinə düşübdü. Söylə bütün Hicazın səhrasını kılıçlı insanlardan doldurum. Həzrəti Əli də söyləyir, ben sənin niyyəti bilirəm, səmimi olmamadığını bilirəm. O konudan sənin hayır bir niyyət olmadığına inanmıram. Və Əbu Sufyanı geri döndürür. Ama ikinci konuya girərik. Həzrəti Osman öləndən sonra Həzrəti Əli xilafətə yetişərkən Həzrəti Osman zamanında açıqca çok büyük yani zulmlər olmuşdu. İnsanlar aşırı Beytülmaldan para almıştı, aşırı fisatlar yapmıştı. Həzrəti Osmanla Həzrəti Ayşənin tartışmaları tarixdə sabit olubdu. Həzrəti Ayşə, Həzrəti Osman namaz qılarkən Məscid-i Nəbidə nəsəl dönüb deyərdi. Nəsəl yəni saqqalı dağınıq, süpürgə gibi olan bir insanlara nəsəl deyərlər. Hep onu söyləyərdi. Və böyle bir dönemde Həzrəti Əli də yəni hep müttəqi olduğuna tanınır. Yəni hətta bir sürə ki Həzrəti Əlini sevilmirdi. Bir səbəbə görə sevilmirdi. Həzrəti Əli başlayır bunlarla müharibə etməyə və burada bir isyanlar çıxır. İsyanın ilk başı Osmanın qatilləri. Osmanın qatilləri bizə verilsin. Osmanın qatilləri Mısırlılarla İraqlılar olarak ama belli der tam olarak, bireysel olarak kimdi bu insanlar? Bireysel olarak belli olmadığı için kimdi? Həzrəti Əli də kabul etmir. Şimdi burası da sualdı. Neden vermir? Ne için vermir? Ya gerçekten bu insanları neden yargılamır? İlk isyan Cəməl isyanı olarak tanınır. Həzrəti Ayşə, Təlhə, Zübeyir, sahabeler kalkırlar, savaşa gəlirlər. Savaşa gələndən sonra Cəməl savaşında yenilirlər. Bundan sonra Təlhə də ölür, Zübeyir də ölür. Həzrəti Ayşə geri döndürülür Mədiniyə. İkinci savaş Maviyə isyanıdır. Maviyənin də önemli isyanının səbəbi Həzrəti Əli onu valilikdən kaldırır.
Muaviye Hazreti Ömer döneminde de çok kendine saray yaptığı için Hazreti Ömer onu Medine'ye yani Darul Kumya alır. Darul Kumya alır. Söyleyir bu maliki yapıpsan eğer kendin paronla yapıpsan israftı. Eğer milletin parasıyla da yapıpsan hırsızlıktı. Dövür malın yarı bölür. Hı? Evet, aynen. Böyle söyleyir. Ondan sonra ama Hazreti Ali tam direkt bunu valilikten alır. Valilikten alarken Muaviye isyan edir. Muaviye'nin ise Seffiyen Savaşı'nda yenilir. Seffiyen Savaşı'ndaki hariciler dönemi o çıkır. Hariciler bölünür ve onlara çok detaylı getmirəm ki dersimiz uzun olmasın. Hazreti Ali oradan şehit olur. Yani Hazreti Ali de aynı Hazreti Ömer gibi. Yani bizim halifelerin üçü şehit olubdu. Hazreti öldürülübdü, yani qatl olubdu. Yani normal ölməyiblər. Osman, Ömer, Ali. Üçü də qatl olublar. Sadəcə Hazreti Əbu Bəkr normal olaraq vəfat etdi. Bakaraq Hazreti Ali vəfat edəndən sonra yəni Həsən ibn Əliyə beyət toplanır. Həsən ibn Əliyə beyət toplanandan sonra bir sürə Muaviyə ilə Həsən ibn Əli savaşa girir. Həsən ibn Əli burada da Şiilər bunu çox nasıl giriş yapırlar ki farklı izahları var. Sülh edir. O sülhün detayları tartışmalı. Biz Təbərini okusaq çok farklı bir bakışımız vardı. Ama Şii qaynaqların, Şii hədis qaynaqlarını okusaq çok bir farklı bir tikrar bakışımız vardı. Yani Təbərini okurarkən yani Həzrəti Həsən bir türlü ticaret yapar. Yani hilafeti karşılığına paraya satır. Tamam. Ama Şii qaynaqlarını okusaq bir məsləhət vardı. Çünkü tabii ki Şiilərin də düşüncələrində Həzrəti Həsən məsum bir rolu var. O konudan bir farklı sistem olur. Ama bu ki vardı, Muaviyə ibn Əbu Sufyan xilafəti alandan sonra Şam'a gedir. Bir tane de en önemli sebebi ki vardı, Şam'la Irak tarih boyunca, yani Suriye ile Irak tarih boyunca rəqabətdə olublar. Hatta şu anda baksaz, Suriye ile Irak'ın bir rəqabəti vardı. Muaviyə ibn Əbu Sufyan böyük, yani farklı bir sistemde olur. Çok bile sekular yönetir. Yani baksak Şam'a falan azı sisteme baksak. Muaviyə ibn Əbu Sufyan ölmədən önce kendi oğluna halife təyin edir. Burada bir böyük etirazlar qalxır. Çünkü heç kimsə bunu kabul etmirdi. Əbdurrahman ibn Əbu Bəkr, Həzrət Əbu Bəkrin oğlu tam açıqca etiraz edir. Muaviyə hətta dinar, para, altın karşılığına söz verir. Əbdurrahman ibn Əbu Bəkr Mədinədə çıxır caminin önünə, Məscid-ün Nəbidə söyləyir. Bana ne kadar verəsiz, yani böyük bir açıklaması var. Çok böyle ünlü. Kabul etmeyeceğim. Bir tarihi sənədə qaynaq Əbdurrahman ibn Əbu Bəkr Muaviyə zəhərləyir, öldürür. Abdullah ibn Ömer, Həzrəti Ömərin oğlu dönür deyir, bir sünnətə haykırıdır. Bir yere şura olaydı. Və Hüseyin ibn Əli, Həzrəti Hüseyin də kabul etmir. Dönür deyir ki, bu əskilərin şeydir, sən verdiyin sözlərə qarşıdır. O ki tarihte vardı. Bəni Ümeyyen dəstəki və Şam halkının dəstəkiyə qaynaq çok önemli şeir okunur. Muaviyə söyleyir ki, ben Yazidi halife etmək istəyirəm kendimin yerine. Ama korkuram insanlar kabul etmeye. Bir Ərəbcə şeir okuyur orada Bəni Ümeyyen böyüklərindən diyor. Yani Türkçesi bu olur. Halife odur. Muaviyəni gösterir. Ondan sonra budur. Ve her kimse kabul etmese cevabı şudur. Kılıncın gösterir. Yani halife Muaviye'di. Ondan sonra Yazid'di ve her kimse kabul etmese cevabı kılıçtı. Yazid halife olarsan Yazid'in fıskı yani tanınmış bir şey. Tarih boyunca hiç kimse de onu hiç türlü müdafiə etmeyip. Yazid halife olandan sonra birinci iki tane büyük isyan olur. Biri Həzrət Hüseyin kabul etmir, beyət etmir. İkincisi Abdullah ibn Zübeyir. Zübeyir sahabi Resulullah'ın oğlu. Həzrət Hüseynin olayı Kərbəlada hepiniz yani zannediren bilirsiniz. Kərbəlada olandan sonra Kərbəlanın karvanı, yani Kərbəlada kalan insanlar ki gedirlər Şam'a, Şam'dan geri dönürlər Mədinəyə. Mədinədə durumu, Mədinədə səhabələr anlayandan sonra çok büyük bir
qışqırtıcı olay olur. Yəni sahabelər bunu qaldıra bilmirlər ki, yəni böyle yaparlar, yəni sən nə yapırsan falan zat isyan edirlər. Mədinənin valisi sahabənin bir qismin Şam'a göndərir. Yezidin də heç bir dini beynində düşüncə olmadığı üçün bu Müslümanlar, yəni sahabələr gəliblər. Məsələn, bunların yanında ən azından bir riya olaraq bir şeyler yapar. Məsələn, Kur'an okutura falan böyle bir şeyler. At kavuşturması zadı koyur. Ondan sonra saz, müzik şeyi falan zadı koyturur. Bu kere sahabə tam tərs. Bayağı qışqırdırıcılar olurlar. Hətta sahabənin biri Mədinədə geri dönərkən Mədinəyə dönür, deyir, getmədən öncə şübhəm var idi, Yezid kafirdi. Şu an emin eldim ki, Yezid kafirdi. Mədinə bu kere kalkır. Mədinə kalkandan sonra Mədinə Yezidin koyduğu valini dışlayır. Mədinədə olan bütün Bəni Ümeyyə mənsub olan əşirəni hepsini rəhinə olaraq yakalayırlar. Yezid kaç kere məktub göndərir, kabul etmirlər. Müslim ibn Uqbə ismində bir dənə insanı göndərir. İlk başta Ubeydullah ibn Ziyadı göndərir. Ubeydullah ibn Ziyad kabul etmir. Kabul etməyin səbəbi dönür, deyir ki, ben bir kere peyğəmbərin torununu öldürdüm. Şu an bir nifrət olmuş durumdayım. Sənin əmrindən başqa bir yerə getməm. Müslim ibn Uqbəni göndərir. Hürrə ismində bir savaş orada başlayır. Mədinədə vaxt verir, kabul etmirlər. Mədinəni fəth edəndən sonra, yəni fəth edəndən sonra Mədinəni əlinə alandan sonra hala orada hiyanətlər falanlar zatlar olur. 3 gün Mədinəni halal edir. Yezidin komutanı 3 gün Mədinə şəhrin halal edir. Tarihi rivayətlərdə 1000 tane kadın zinadan hamilə olurlar, yəni təcavüzdən. 80 tane səhabə, peyğəmbərin açıq səhabəsi şəhid olur. 800'ə yaxın hafiz, Kur'an hafizi ölür. 11.000, bir rivayətlerde 4.000, bir rivayətlerde 11.400, bir rivayətlerde 10.400'ə yakın insan Mədinədə ölür. Və Müslüm əmr edir, bütün insanlar beyyət eləyərək söyləsinlər ki, biz Yezidin köləsi olaraq, fəyyi olaraq. Ölənlər sahabənin içində məsələn Cabir ibn Abdullah Ənsari gibi insanlar da vardı. Yəni o sahabənin içində ki, orada şey yapılır. Hətta köləli şeyi də yapırlar. Bu olay olandan sonra, yəni Mədinədə bir böyük cinayət, böyle bir tarihi böyük bir cinayət başlayır. Ondan sonra bunlar Məkkəyə gedirlər. Məkkədə Abdullah ibn Zübeyir Məkkəni başkent yaparak kendi hükümətinə orada kalmıştı. Məkkəni mühasirə edirlər. Kəbə ilk kərə tarixdə o zaman taşla uçur. Amma Müslüm orada vəfat etdiyi için komutanlıq Hüseyin ibn Nümeyrə gedir. Hüseyin ibn Nümeyr Yezidin ölməsinin haberi gelir. Geri dönür. Yani sülh edir, geri dönür. İkinci dönemdə Yezid vali göndərir. Yezid kimi göndərir? Yezid dönemində Yezid öldüyü üçün, Yezid öləndən sonra hala bir siyasi tartışmalar olur. Muaviyə gəlir, ikinci Muaviyə gəlir. İkinci Muaviyədən sonra Abdülməlik ibn Mərvan olur. Mərvanı kendi əşsi zəhərləyir, öldürür. Ya sonunda Abdülməlik ibn Mərvan olaraq Abdülməlik ibn Mərvan halifə olur. Abdülməlik ibn Mərvan xilafətdən öncə Kur'an qarisi olarak tanınan bir tip insandı. Abdülməlik ibn Mərvan hükümete yetişərkən Həccac ibn Yusifi komutan yapır. Həccac ibn Yusif tam direkt Məkkəyə gedir. Məkkədə Kəbəni daşla uçurur. Çok belə qəsi bir insan. Abdullah ibn Zübeyir Kəbənin içine sığınır. Kəbənin içine sığınır ki, Həccac ona dokunmaya. Həccac ibn Yusif Kəbənin içində Abdullah ibn Zübeyrin kafasını kesir. Kafasını kesenden sonra geri dönür. Kufədəki olaylar falan bir sükunət yaradır, sakinlik yaradır. O ki tarixdən yəni buradan biz anlayırıq. Əməvi hakimlər, Əməvi halifələr şu anki düşüncə ki normal olaraq bizdə
anladırlar, deyirlər. Əməvilər çox belə sekular tip bir insanlar. Heç əlaqəsi İslam'a olmayan, amma genel olarak Müslüman tanınan bir tip. Əbdülləməlik ibn Mərvan ki bizim çox ünlü, tabii İslam'a çox fəthlər qatıblar. İslami biz o haritada gördüyümüz Əməvilər, sonradan da Əbbasilər o fəthləri böyüdüblər. Amma kendi karakter olarak Əbdülməlik ibn Mərvan ya Hişam ibn Əbdülməlik ya başkasının heç birisinin açıkça dindar, inanan bir Müslüman bile bilmeriz. Heç türlü bile bilmeriz. Yani bir kalka dönüp diye ya tarihi okumayıptı ya gerçekten yani cahil yani bir səbəblə söyleyir. Əbdülməlik ibn Mərvan açıkça o kadar yani dine haykırı işler yaptı. İmamlar hep Məscid-ül Həramda Əbdülməlik'i nəsihət edərdiler. Əbdülməlik Məscid-ül Nəbiyə gedir, Peyğəmbərin mənbərinə çıxır və söyləyir, bundan sonra hər kimsə bəni nəsihət eləsək təqviyə, kafasını kəsəcəyim. Yəni Əbdülməlik ibn Mərvanın bir açıklaması böyle vardı. O zamandan isyanlar başlayır. Dini ihtilaflar çok başlayır. En önemli dini ihtilafın səbəbi bir de bir rikabet de vardı. Irak'la Suriye arasında. Ve bir önemli konu da vardı. Mekke'ye saldıran orduların hepsi Şam'dan gelen, Homs'tan gelen insanlar. Bu da çok bir büyük nifret yarar. Hatta Homs'tan nifret bir baksaz yani Homs əhalisindən nifret ki İslami kitapların bir qaynaqlarında vardı. Oradan başlayır. Çünkü Mekke'ni dağdan, Medine'de o tecavüz olayları falanı olan hepsi o bölgeden gelen insanlardılar. Hala buradan biz o zaman Əməvi döneminden isyanlar başlayır. Ve bu isyanlara önemli rol alarak insanlar toplanırlar. Bunların arkasında birinci İranlılar var, ikinci Iraklılar var ve sonra Mısırlılar var. Ama neden bunlar vardı? Əməvi çok bir nasyonalist, yani hatta ırkçı Ərəb tip olarak görürük Əməviləri tarihte. Ve aynı zamanda İslami rolda da yani dindar bir tipte değiller yani bu insanlar. Yani biz yani açıkça Əməvilerde Ömer ibn Abdülaziz hariç heç kim yani heç kim birisinin açıkça yani Müslüman görebilmerik yani. Müslüman göre. Ömer ibn Abdülaziz çok mümin tip. Çok inanan bir tip ama el-Bagisi fasik, facir. Açıkça içki içenler hatta rivayetlerde vardı. Ama Ömer ibn Abdülaziz'de bunu en azından görmüyoruz. Çok dindar bir tip. Evet o zaman. Aslında Emevi halifesi, 4. Emevi halifesi. Evet. Aynı zamanda Peygamberin tarihi sürdüğü kişi. Evet, Mervan İbn Həcənin taife sürdü. Evet. Aynı kişi. Aynı. Peygamberin tarihi sürdüğü kişi sonra entrikaları çevirerek geliyor. Halife olur. Emir-el-Müminin oluyor. Emir-el-Müminin. Şimdi biz burada bakırık, isyanlar kalkır. İsyanlara ama bir dini olarak şey yapırlar. Burada çok bir önemli şey görürük, rol görürük. İlk kıyamlar, yani Ələvi kıyamlar, Zeydilerin kıyamı buradan başlayır. Zeydiler söyleyirler, birinci fasik görürler, yani karşındaki halife. Bir de hariciler, Zeydiler. Haricilerle Zeydilerin asas farkları burada. Zeydiler biraz söyleyirler, halife gere Hazreti Ali ile Fatıma soyundan her kimse olsun, şu anda hala hadisleri var. İmam o insandır ki bir elinde kılıç, bir elinde kırpaç, Allah'ın şeriatine kalka ve Fatıma soyundan ola. Bitti. O konudan yani bunlarda imamlık devam edir. İkinci durumda haricilerde. Hariciler ama bir haricilerde farklı sistemleri görürük. Hala kelam konusu bir farklı, biz siyasi konuya girişirik. Yani teoloji konusunda oralara girmirik. Yani küfür nedir, tekfir nedir, düşüncelerinde nedir. Haricilerin bir kısmı söyleyirler, halife fark etmir hangi ırktan olur, hangi eşireden olur. Eğer bir insan müttegi ise halifedir. Halife olabilir ve biz ondan biat edebildik. Bu kıyamlar kalkarak bu zamanlar biz bir kısım hadisleri görürük ki halife yani
Resulullah'ın soyundan ola, Bəni Haşimdən ola və aynı zamanda Resulullah'ın soyundan ola. Bu devam edir. Gəlir bir zamana ki, Əməvi açıqca Müslümanlar Əməviyin, yəni kültürünü qaldıra bilmirlər. Çünki heç türlü Əməvilər, yəni İslam'a əlaqəsi yoxdur. Yəni Ömər ibn Əbdüləziz hariç heç əlaqəsi yoxdur. Yəni biz böyle söyleyeyim, hətta Maviyyənin kəndində bir məsələn əhli sünnətdən normal soruşaq ki, Maviyyə söyləyir Xalul Müminin. Tamam, Xalul Müminin nereden səltənəti İslamda ilk kərə kuran insan Xalul Mümin'dir. Yani bu normal bir konu ve rol değil. İkinci döneme ki geldik. Bu siyasi tartışmalar o zamandan, yani baksaz oradan başlıyor. Sonradan İsmaililer rola keçir. Yani İsmaili kıyamları görürük. Cəfəriler şu anki 12 imam tanıdığımız insanlar çok pasif bir gruptular. Tarih boyunca bunların kıyamı olmayıbdı. Yani Cəfəri olarak kıyamları açıkça olmayıbdı. Hatta biz Şah İsmail'in kıyamına da bakacağız. Şah İsmail Cəfəri, klasik ortodoks Cəfəri derdi. Şah İsmail Ələviydi. Şah İsmail Ələviydi. Ölen gününe kadar da Ələvi kaldı. Şah İsmail'in oğlu yavaş ortodoks Cəfəriliyə keçir. Cəfərilik bir klasik, çünkü zaten aynı klasik Yahudiler gibi bir düşünceleri var idi. Hatta Ali şeriatı zaten bu konudan takılır, onlara söyleyirler ki Mehdi'den önce heç kimsenin hakkı yok. Mehdi'den önce her kimse hükümet kursa İslam ismine tağuttur ve fasiktir. Bu konudan yani Yahudilerin bir kısmı vardı söyleyerler. İsrail'i Muşe gelmeden, Masih gelmeden kimse kurabilmez. Ona benzer bir tipler vardı. O konudan bir pasif durumları vardı. Yani bir 100 ilde, yani biz hatta İran'ın devrimine bakarken İran'ın devrimi bir reformu, yani İran'daki Şii, yani Ayetullah Hümeyni'nin Şiiliği çok böyle farklı, klasik Şii'nin çok farklı bir şey. Ayetullah Hümeyni'nin fitvaları zadı klasik Şii'nin çok bir farklı. Yani Hümeyni Zeydlilerle açıkça İhvanul Müslümin, Seyyid Kutb'un düşüncelerin karıştırmış bir şeyde bir yeni Şii mezhebinde bir yeni reformlar yaptı. Yoksa klasik Şii'de açıkça Mehdi'den önce senin hükümet kurmak yasaktı. Hatta Hümeyni devrim yaparken de ne kadar insanlar, yani Ayatullahlar ona karşı çıktı. Hatta Seyyid Ebu'l-Qasım Xoyi gibi insanlar, o ve Mecnun söyleyerdi ona. Yani deliydi yani. Biz Şii'de böyle bir şeyimiz yoktu. Ama şimdi biz bu tarihi konumuza geri dönek. Buradaki tarihi konumuzda biz bakarak, bu sisteme bakarak gedirik. Emevi döneminde o kadar bir zulüm artır ve din de bırakılır ve o zamandan hatta ihtilaflar başlarlar. Din çoklu, yani böyle söyleyeyim ki düşünce tartışmasından dönür siyasi tartışmalarına. Ve şu anki bizim gördüğümüz mezheplerin çoklu dini düşünce tartışmaları, yani çok baksa siyasi tartışmalardı. Yani siyasi bölünmelerdi. Ki o zaman yani eşire sistemi, Os'la Xəzrəcin kavgasını hala biz devam edirik. Aynı zamanda Bəni Ümeyyə ile Bəni Haşimin kavgasını hala biz tartışmalarını biz devam edirik. Ve o zamandaki tartışmanın da önemli rolü bu değildi ki, yani mesela insan dönüp diye ki hiçbiri yani gavurlara karşı değiller. Hepsi yani cihad edirdiler kafirlere karşı. Ama sene kaynak yok, bana kaynak. Hala baksaz şu anda bu bizde devam edir. Yani insanlar dönüp değiller, mesela Müslüman ülkelerinde baksaz, ya hatta Osmanlı döneminde de baksaz, Osmanlı da aynı zamanda Hristiyanlar kabul etmirdi. Sefeviler de Hristiyanları kabul etmirdi. Ara sıra belki bir yardım alırdılar. Ama hiçbir doğru düzgün bu insanlar kabul etmirdi. Ama önemli bu değil. Sen yok ben. Ben bu işi yapacağım. Ve bu siyasi tartışmalar devam edir. Biz bakarak, yani o siyaside mesela Şah İsmail ile Sultan Selim'in tartışmalarında biz bakarak dini rol oynamır. Siyasi roldu. Ki dini kullanırlar. Aynı zamanda Topal Teymur'la Bayezid'in konusunda. Mesela Şah İsmail kendi seyitliğine, Resulullah'ın soyuna dayanır. Mahmud Afgan seyit olduğuna, sen bir Türksen, ben Resulullah'ın soyundanım ve Sahih Buhari'de söylenipti ki Hazreti Ebu Bekir'den,
və Muaviyyədən də söylənibdir ki, xəlifə gərək Qureyşdən ola. Və bunu da heç kimsə açıqlamır ki, əgər xəlifə gərək və gərəkdən Qureyşdən ola, nədən gərək və gərək Qureyşdən ola? Nə üçün gərək və gərək Qureyşdən ola? Yəni bu normal məsələn bir dənə əşirə sistemi ilə Moğol sistemi ilə nə fərqi vardı onda Rəsulullahın? Madam ki Rəsulullah da kəndi əşirəsini savunurmuş, Çəngiz-xanla nə farkı vardı? Ya məsələn Şiədə, Şiə rolunda, məsələn Şiədə, hətta əskidə Osmanlıda da böyle yaparmışlar. Çünki Şafii qadıların bir qismi böyle yaparmışlar. Humsu gərək Seyidlərə verəsən. Seyidlər Rəsulullahın soyuna. Nədən? Nə üçün bunu Seyidlərə verəsən? Çünki Rəsulullah söyləyibdi. Tamam, yəni onda Rəsulullahla Sultan Səlimin nə farkı vardı? Sultan Səlim də kəndi çocuklarını savunur. Rəsulullah da kəndi çocuklarını savunurmuş. Yəni bunun dərdi də çocuklara soyuymuş. Təbii ki, burada biz gərək bir fark qoyaq. Yəni burada baxaraq, yəni o siyasi tartışmalar ki, ilk başda o zamanlar var imiş, hala devam edir. Və o konudan, yəni biz Quranın ayətinə baxarıq ki, yəni Quranda bir ayət vardı. Yəni Rəsulullah da bunu bilirmiş. Yəni o zamanki peyğəmbər ya var imiş, kəndi aşirəsini tanıyırmış. Yəni bilirmiş ya bu aşirə sistemi vardı. Hatta bu aşirə sistemi bayağı ərəblərdə bayağı açıqca vardı. Hala köy-be-köy, məsələn Mısırlıların baxsaz, hala aşirə sistemi Mısırın içində vardı. O konuda Mısır gəlişmir. Amma Müslüman istəydə, Müslüman ölkələrində baxsaz Türkiyə, İran, Irak, Suriyə, hepsi böyle. Ölkənin içinə girsən, hala bu şey devam edir. O konuda məsələn Quranın ayətinə baxarkən, yəni önəmli ayəti mən istəyirəm şeydən oxuyam. Və eytəsəmu bihablullah cəmiyyən və la təfrəqu və iskuru nemətullah əleykum. İz kuntum əddəu fəəlfə beynə qulubəkum və ilə maşallah. Devam edir. Yəni hepiniz Allahın ipini əlinizə atın və dağılmayın və Allahın verdiyi neməti kəndinizə hatırlayın. O zaman ki düşmənləri sizə saldırırdı, Allah sizin arasında ülfət yaratdı. Ülfət yəni sevgi, bir-birinizə məhəbbət yaratdı. Yəni sevgi, bir-birinizə sıcaqlıq yaratdı. Çünki yəni hətta o zaman da devam edirdi. Yəni biz hətta Rəsulullahın dönəminə belə baxırıq. Yəni məsələn Əbu Cəhlin ən önəmli, məsələn Əbu Cəhli insanların bir qismi Əbu Cəhlin bir tartışmasında bu vardı. Deyir Məkkəndə Kəbənin su paylaması da Bəni Haşimdən olsun, peyğəmbər də Bəni Haşimdən olsun. Ben bunu kaldırmam. En azından peyğəmbərlik bizdən olsun. Yani o konudan yani böyle bir bakışa girerken böyle bir şeye Kur'an'daki ayeti görürük. Çünkü olsa Həzrət karşı ve hala bu sistem vardı. Yani hala bu sisteme biz bakarak yani ben mezheplerin yani mesela mezheplerin anlamına şu an girsek mesela biz yani hiç zaman bir masada oturabilmərik. Yani Müslüman, Əli Şəriəti mesela bir lafı vardı. Söyleyer bir Şiə ilə Sünni heç zaman kıyametin sonuna kadar bir masada oturabilmez. Sözü de doğru. Şii normal olarak Əbu Bəkrə lənət, Osmana lənət, Ömərə lənət, Ayşəyə lənət söyləyir. Sünni Həzrət Əbu Bəkr, Həzrət Ömər, Həzrət Osman, Həzrət Ayşə Ummul Müminin. Böyle söyləyir. Yani bunu nasıl sen bir masada oturtturacaqsan? Mahalattandır. Doğru, Sünniyin, Şiin kutsallarıyla takılması yoktur. Mesela bir Sünni Həzrət Əliyə küfür söyləmir, Həzrət Həsənə lənət okumur. Yani Şiin kutsalları Sünniyə də kutsaldır. Ama önemli burada Sünni roluna da bakarak, Sünni rolunda da baksak, mesela yani Sünni bir aleminde hep bu vardı. Mesela Şiilerle hariciler hep İslam'a karşı isyan ediblər. Hangi İslam'a karşı? Bunu da bir gerek düşünək. Əməvi İslam'a karşı. Sen Abdülmelik ibn Mervan'ı ya Mervan'ın bir həkəmi Müslüman bilirsin. Yani haricilerin eğer isyanın ona karşı görerek doğru. Hatta biz aynı zamanda mesela Şiilerin imamlarında mesela Həzrət Səccadı görsək, Həzrət Səccadın mesela dualarında İslam subaylarının hep dua edir. İslam'ın subayları kimdi? Bəni Ümeyyen subayları. Aynı zamanda yani gavurlara karşı, yani kafirlere karşı, yani çok Türkçe söyləyirəm ki, çok iyi anlaşıla. Həzrət Səccad Bəni Ümeyye'nin ordusunu belə dua edir. Sınırlarda. Ama aynı zamanda o hakimi, o halifəni biz heç türlü açıkça söyleyeyim, Müslüman
söyləyə bilmərik və o zamanın yapılan isyanların da çoxunu qınaya bilmərik. Çünki o zamanın yapılan isyanlarda bunların yəni saptırılmasına qaynaq olduğu üçün bir konudan doğru idi. Amma bu konuda şu anki girişimiz nerededir? Şu anki girişimize baksak şu anda hala baksak yani aynı devam edir. Yani bənə qaynaq olsun. Və bu bənə qaynaq madem ki devam edecek bizim bu sıkıntılarımız kalkmayacak. Ve şu an etesemu bihablullah yani bir Müslüman olarak eğer yani bunu kabul etseler olacak. Kabul etmeseler açıkça ben İsrail gibi olacaklar. Yani Müslümanları ben böyle söyleyeyim yani açıkça. Yani kendimize yalakalık yapmayak. Eğer Müslümanlar tekrar yani o mezhebi, siyasi düşünceleri bırakmasalar ve kendi şeylerine geri dönmeseler emin olun ki devam edecek. Ve hiç zamanda bunu da unutmayak ki yani başka medeniyetlerinde nifreti yani bu ortama giripti. Yani mesela Sasani İmparatorluğu tabii ki yani bunların normal olarak o zamanın insanların nifretin yani bir Müslüman şu an Müslüman olarak reddeleyebilir. Ama bir açıkça yani ateist gibi, agnostik gibi uzaktan baksak yani insan da yani Hazreti Ömer'in fethinden sonra yani o dönüyor, o toprakları alandan sonra şeye bakır, Emevilerin zulmüne bakır. Abbasilerin zulmüne bakır. Abbasilerden döneminde ya hatta Emevilerde normal kıyamlar o kadar baskın şekilde toplanır. Hatta bir Sendbad isminde bir kıyam vardı. 100 il boyunca kemikler sehrada kalmışmış. Yani o kadar yani o zaman İran'ın nüfusundan öldürülmüş bir olayla karşılaşırıq. Və normaldır ki, ya bu insanlarda bir nifrət yaranacaq və bu insanlar karşıya olan sistemə sığınacaqlar. Halifə Həzrəti Əbu Bəkrə ilk Həzrəti Əbu Bəkr gələrkən Həzrəti Əbu Bəkrə dönüb söyləyirlər Halifətul Resulullah. Həzrəti Ömər gələndən sonra deyirlər Halifətul Resulullah. Muğirət ibn Şöbə ismində bir tane ərəblərin içində çox belə zəki ismən, yəni ərəblərdə 4 tane Qullatul Ərəb söyləyərdilər. Qullatul Ərəb yəni ərəblərin dahiləri. Yəni bu insanlar biri Əmr ibn As, Maviyyət ibn Əbu Sufyan, Muğirət ibn Şöbə, Ziyad ibn Əbi. Yəni bu 4 insan çox zəki, bilağətdə, konuşmada, kendi sorunlarını da çözməkdə tanınardılar. Muğirət ibn Şöbə söyləyir ki, böyle devam etsəz, yəni 100-cü halifədə gərək söyləyəsiz Halifətul Resulullah. Bir kere söyleyin Emir-el-Muminin. Bitsin geçsin. Ondan sonra Emir-el-Muminin ilk koyur ve burası da çok önemli. Mesela Hazreti Ömer bir insan kalkır dönür o zamanın halifesi. Kalkır dönür der ki eğer ben yanlış yapsam beni düzeldin. Sahabenin biri kalkır dönür der ki siz eğer yanlış yapsaz kılıcla seni doğru yola döndürür. Hazreti Ömer kalkır dönür der ki madem ki ümmetimizde böyle bir insanlar vardı hiç zaman biz ümmət bozulmaz. Ya Hazreti Əlidə də, hətta Hazreti Əlidə də biz Nəhcül Bəlağəni başqa kitabları oxuyuruq. Hazreti Əlidə də bu aynı olay vardı. Ama bir süreden sonra maalesef hocam söylediği gibi siyasi insanlar kendin otoritesini ispat ettiği için dinden kaynak almalarına nasıl dönüm diyeyim neden referans vermediği için dini şeyleri kendi istedikleri gibi anlattılar bize. Yani olabilmez. Hatta mesela Şii ya Sünni fıkhında bir kısmında eğer bir insan beyninde böyle şüphelense Resulullah yalan söyleyipti, kanı halaldı. Böyle bir fitvalar vardı bizlerde. Maalesef bu kadar benden. Teşekkürler. Buyurun.